Əlinin barəsində Peyğəmbər deyir, kağız, bütün deyir, dənizlər mürəkkəb olsa, bütün ağaclar qələm olsa, bütün insan və cinlər yazsalar, hamısının ömrü bitər, əlinin fəziləti bitməz. Elə deyib. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona 7 dəniz də qatılsaydı, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini ona tay tutur. Onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər, əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.